Bildiyiniz kimi əvvəlki çıxışlarımda silsilə söhbətlər eləmişdim. Cinsi zəifliklə bağlı, onun səbəbləri ilə bağlı, onu müalicə eləmək üçün lazım olan vasitələrlə bağlı söhbətlər eləmişdim. Qaraciyər problemləri ilə bağlı danışmaq istəyirəm. Nəyə görə? Çünki cinsi zəifliklə yaxınlaşan pasientlərimizin demək olar ki, 80-90%-də qaraciyərdə piylənmə var, qaraciyərlə bağlı problemlər var və qaraciyərdə bildiyiniz kimi insan orqanizmində ən vacib orqanlardan biridir və kişi cinsi funksiyasında da qaraciyərin rolu əvəz olunmazdır. Yəni, bildiyiniz kimi kişi cinsi funksiyasını əmələ gətirmək üçün insan bədənində, xayalarda demək testosteron adlanan maddə ifraz olunur. Həmən maddənin elə bir ki, materialını, xam malını qaraciyər verir. Yəni, bunlar qaraciyərdə əmələ gəlir. Üstəgəl, qaraciyərdə iltihabi proseslər olduqda, piylənmə olduqda, qaraciyərdə steroid birləşdirici hormon adlanan bir maddə əmələ gəlir. Həmən maddə, o həmişə olur, amma iltihab olanda daha da artır, yaşlananda da artır. Yaşlı insanlarda və qaraciyərində iltihab olan insanlarda steroid birləşdirici hormon deyilən bir maddə əmələ gəlir. Bu, testosteronu bağlayır. Yəni, testosteron işləmir. Kişi cinsi funksiyası bundan zəifləyir. Ona görə əksər hallarda, məsələn, mənə müraciət edən insanlarda baxıram ki, analizdə ancaq ümumi testosteron yoxlanılıbdır. Ümumi testosteron biraz aldadıcı göstəricidir. Ümumi testosteronun miqdarı. Nəyə görə? Çünki ümumi testosteronun bir hissəsi bağlı vəziyyətdə olur. Və təxminən 20%-ə qədəri və kimlərdə ki, bu qaraciyərdə problem olur, elə olur ki, hətta testosteronun, ümumi testosteronun yarısı belə birləşmiş